Qalmışdıq. Şəxsi toxunulmazlıqda. Şəxsi toxunulmazlıq hüququ burada kiməsə şəxsi təmasdan getmir. Söhbət şəxsi məsələlərin toxunulmazlığından gedir. Hər kəsin şəxsi işi var, şəxsi ailə həyat sirri var. Buna Konstitusiyada şəxsi toxunulmazlıq maddəsi adı altında deyir. Hər kəs şəxsi toxunulmazlıq hüququna malikdir. Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamağa hüququ var. Qanunda olan bəzi istisna hallardan başqa şəxsi və ailə həyata müdaxilə qadağandır. Qanunda müəyyən istisna hallar var ki, kimsə araşdırılır, kimsə cinayət təqibinin deyək, subyektidir və s. Orada bəli araşdırılır. Amma belə normal vəziyyətdə kiminsə şəxsi və ailə həyatına müdaxilə yol verilməzdir. Hər kəsin şəxsi və ailə həyatına əgər kim qanunsuz müdaxilə olunarsa, onun müdafiə hüququ var. Təbii ki, bu müdafiə bayaq dediyimiz kimi qanundan qadağan olunmayan üsullarda olmalıdır. Öz razılığı olmadan kiminsə şəxsi həyatın məlumatının toplanmasına, saxlanma, istifadəyə, belə şeylərə yol verilməz. Yenə deyək, qanunla olan bəzi istisnalarda, ümumiyyətlə bu maddədə həmişə qanunla istisnalar olacaq hər birində. Qanunda istisnalardan başqa kiminsə xəbəri olmadan ya da xəbəri var etiraz edir, etirazına baxmadan izləmək, video foto çəkmək, səs yazmaq və digər bu cür hərəkətlərə məruz qoymaq olmaz. Diqqət edirsinizsə, normalda biz zəng edirik müştəri xidmətləri bölməsinə, Azərsel, Baksel, hansısa bank, orada mütləq bizə qeyd edirlər ki, bəs səs yazınız qeydə alınır, danışığınız qeydə alınır və s. Hətta Dövlət İmtahan Mərkəzində siz müsahibə verəndə, əvvəllər canlı olanda, orada xəbərdarlıq edirlər ki, bəs video lentə alınır. Siz onu təbii etiraz da edə bilərsiniz. Əgər yığdığınız zəngdə səs yazınızın qeydə alınmağını istəmirsinizsə, yaxınlaşın müştəri xidmətlər bölməsinə belə canlıda problemi həll edin. Oldu? Yəni burada mütləq xəbəri olmalıdır və etirazı varsa olmaz. Daha dərinə getsək, yazışma, telefon danışıqları, poçt, teleqraf, WhatsApp-dan, Telegramdan, digər rabitə vasitələrindən kimə nə ötürürsə, bax deyir, onun sirrini saxlamaq hüququna dövlət qarantiya verir. Məsələn, Baksel əməkdaşları bu dəqiqə mən kimə WhatsApp-da nə yazıram falan girə bilməz, ora baxa bilməz, oxuya bilməz. Dövlət buna qarantiya verir. Dövlət özü daxil Bakselə icazə vermir ora girməyə. Yalnız dövlətin özü girə bilər, o da qanunla cinayətkarı falan axtaranda. Bu tipli uşaqlar, bu yazışmalar Konstitusiyada iki önəmli səbəb göstərir. Cinayətin qabağını almaq üçün ya da gec cinayət baş veribsə, həqiqəti üzə çıxartmaq üçün məhdudlaşdırıla bilər. Yəni, bu iki vəziyyətdə eləyə bilər. Bunu da yadda saxlayın, bunu ancaq dövlət eləyə bilər. Qanunda müəyyən olmuş bəzi hallardan başqa, daha növbəti bəndə keçdik, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Burada da qanundan istisnalar var. Elə hər kəs özü haqqında istənilən məlumatı girib əldə edə bilməz. Məsələn, mən bu dəqiqə səfərbərlikdə mənim haqqımda olan bir məlumatı əldə etmək istəyim ki, görən müharibə olsa ki, bu nə vaxtda planlaşdırılır, mən hansı mərhələ çağırışdayam? Bu məsələ mənlə bağlıdır, amma mənə bunu verməzlər. Çünki məsələ demək olar dövlət sirridir. Və yaxud başqa cür, məsələn, 17 yaşında bir uşaq, 16 yaşında bir uşaq, onun elə bir xəstəliyi ola bilər ki, həmin o uşağın özünə desələr ki, sağala bilən bir xəstəlik təsəvvür eləyək. Onun özünə desələr, o uşaq gedib özünü ata bilər və s. Ona görə belə məlumatları onun valideyninə filana. Yəni, hər kəs özü haqqında istənilən məlumatı əldə edə bilər, bu yanlışdır. Qanunun istisnası olacaqdır. Və normalda biz özümüz haqqımızda məlumatla tanış oluruqsa, baxırıq ki, o məlumat orada doğru yazılmayıb, düzdür? Məsələn, bizim haqqımızda doğru məlumat deyil. Yəni, səhvliklə orada var ki, ödənilməmiş məhkumluğu var və s. Belə məlumatların düzəldilməsini və çıxarılmasını tələb etmək hüququna malikik. Növbəti bənd. Qanunda müəyyən olmuş bəzi hallardan başqa yenə də baxın istisnası var. Üçüncü adamlar haqqında məlumat almaq məqsədinlə elektron ya da kağız olan informasiya ehtiyatlarına daxilmək qadağandır. Normalda deyək ki, biz hansısa sokarda işləyirik. Sokarda bizlə yanlış deyək, neçə min nəfər əməkdaş var və Sokarın baş kadrlar üzrə mütəxəssisi var.
O adamın kompüterində bütün əməkdaşların şəxsi məlumatları var da, adı, soyadı, ailə vəziyyəti, yaşayış ünvanı, telefonu və s. və s. orada məlumatlar var onun haqqında. Belə bir formada göstərək. Bu SOCAR-da işləyən bir əməkdaşdır. Bu həmin o SOCAR-ın kadr üzrə məsləhətçisidir, bu da onun kompüteridir. Və bu əməkdaşlar çoxdur, dedik, minlərləndir. Tanımadığımız bir adam. Deyək ki, A şəxsi, bu da B şəxsidir. A şəxsi B şəxsinə yaxındırlarsa, A şəxsi B şəxsinə xahiş eləyib, onun kompüterinə müdaxilə eləyib, burada hər hansı bir C şəxsi, bu üçüncü şəxs artıq bunun məlumatlarını götürə bilərmi, öz flash kartına köçürə bilərmi? Təbii ki, xeyr, üçüncü adamlar haqqında. Amma qanunun istisnası var. Əgər bu A adam prokurorluq əməkdaşıdırsa, hüquq mühafizə əməkdaşıdırsa və hər hansı bir dövlət məmurudursa və qanunla öz şəxsiyyət vəsiqəsini filan hansı işlə bağlı lazım olduğunu göstərməklə bəli, bu məlumatları götürə bilər. Ki, o da yalnız xidməti istifadə üçün istifadə oluna bilər. Da belə yaymaq olmaz. Aydın oldu mu? Bu maddədə bunu demək istəyir ki, üçüncü qanunda yol verilən bəzi hallardan başqa üçüncü adamlar haqqında məlumatı daxil olmaq və informasiya sistemlərinə daxil olmağa yol verilmir. 7-ci bənd bugünkü həyatımızın ən məşhur münasibətlərindən biridir. Deməli, bir adam, digər adamın, uşaqlar, bu 4 məlumata diqqətli oluruq. Şəxsi həyatı, əqidəsini, din və etnik şəddə ilə yadda qala bilər. Şəxsi həyat, əqidə, din və etnik mənsubiyyət. Bu 4 məlumatı paylaşa bilməsindən söhbət gedir. Bizim həyatımızda elə insanlar var ki, onlar bizim bu 4 məlumatımızı bilir. Və biz də onun haqqında bilirik bu 4 məlumatı. Bizə həyata yaxın olan adamlar var. Bəs yaxşı, o adamlar elə öz başı buyruq Facebookdan, TikTokdan və s. bunu paylaşım eləyə bilərmi? Yox, təbii ki. Əgər bizə yaxın olan həmin o adam, şəklini burada şərt olaraq çəkir, A adlı şəxs, bizim haqqımızda bu 4 məlumatı, oldu mu? Bu 4 məlumatı yaymaq istəyirsə, Konstitusiyada müəyyən olunan 2 önəmli şərt var. Birinci, həmin o məlumat kimə aiddirsə, həmin adamın nə olmalıdır? Aşkar razılığı. Aşkar razılıq mütləq başqasının yanında olan bir razılıqdır. Və ikinci şərt nədir? Anonim olsun. Oldu mu? Statistik olsun. Bir də təbii ki, ayrı seçkiliyi olmasın. Misal üçün, bir tədbirdə hamı yığılır, tədbirdə şəkil çəkirlər də, tədbirin axırında. Olur da Facebookda görə bilirsiniz belə şəkilləri. Ortadan bir 20 nəfər şəkil çəkdirib. İndi o şəkili Facebook rəsmi səhifədən paylaşanda kimisə orada pis vəziyyətdə paylaşır, gülməli vəziyyətə salıb paylaşır. Məsələn, o ayrı seçkilikdə olmasın. Və statistik bir məlumat olsun. Məsəl üçün, Rəhman müəllimlə dövlət buna hazırlaşdığınızı paylaşım edirsinizsə, mən bunu sizin məhkəmə versəm, uduzaram təbii ki. Bu statistik bir şeydir, bunu hamı bilir. Oldu mu? Bir də təbii olaraq uşaqlar anonim paylaşılırsa. Məsələn, bir adam digər yaxının başına bir iş gəlir. İndi bizdə orada Facebookda hüquqşünaslar qrupu var. Bir də görsən, orada paylaşım eləyirlər. Deyir ki, mənim bir dostum var. Adını falan heç sənə paylaşmır da, anonimliyin saxlayır. Onun başına belə bir iş gəlib, belə olub, mən ona necə kömək eləyə bilərəm? Aydın oldu, bu paylaşım qanuni paylaşımdır. Yəni, o adamın anonimliyini qoruyurlar. Bir sözlə, şəxsi həyat, əqidə, din və etnik mənsubiyyət məlumatları paylaşılacaqsa, bu 2 şərti diqqətli olun. 1. Onun aşkar razılıq olmalıdır. İkincisi isə anonim, statistik və ayrı seçkilik olmamalıdır. Aydındır, məsələn, bu formada yadda saxlayarsınız. Ümumiyyətlə, fərdi məlumatlar hansı məlumatlardır? Şəxsi məlumat nədir? Ailə məlumatları hansılardır? Onlar necə toplanır, necə saxlanır, harada saxlanır? Onlar hamısı qanunla müəyyənləşdirilir. Fərdi məlumatlar haqqında qanun var, informasiya əldə etmə haqqında qanun var və həmin qanunlarla müəyyən olunur. Maddə 33, mənzil toxunulmazlığı hüququ. Asan maddədir bu. Mənzildən içəriyə daxil olmaq olmaz. Mənzillə bağlı konstitusiyada 3 önəmli maddə var. Bunu yadda saxlayacaq. Maddə 31. Orada deyir ki, mənzilə qəsd eləmək olmaz. Burada isə deyir ki, mənzildə içəri daxil olmaq olmaz. Hər kəsin mənzil toxunulmazlıq hüququ var. Qanunda olan bəzi hallar və ya məhkəmə qərarını kənara qoymaq şərti ilə mənzildə yaşayanların iradəsinə zidd ora daxil olmaq olmaz.
Hətta mənzil sahibi də içəri girə bilməz. Sənin evin var, qanuni evin var və ev vermisən kirayə müqaviləsindən kirayə vermisən. Kirayəçi kirayə pulunu ödəmirsə, sən gedib, nə bilim, gecə saat 2-də, 1-də günorta evin qapısını açıb girə bilərsənmi ki, bura mənim evimdir? Xeyr, evdə artıq yaşayan var. Evdə yaşayan varsa mənzildə, onların iradəsinə zidd daxil olmaq olmaz. Amma istisna hallar var. Bax deyir, qanunda müəyyən olmuş bəzi istisna hallar var. Misal üçün mənzil məcəlləsi və yaxud əməliyyat axtarış fəaliyyəti haqqında qanun. Orada elə hallar var ki, qapını qırıb içəri girmək olar. Ya məsəl üçün məhkəmə buyurun. Belə deyim, özünü işlədirsə, artıq Qanunla özünü kəşfə bilməz. Orada kirayəçidir. Heç vaxt özünü kəşfə bilməz. Və o evdə kirayə pulu vermədən yaşayırsa, müraciət edirsən polisə, polis kimi çıxarır onu. bizim tanışımız var, qanunlarımız, demək Hı -hı. onların evlərə belə demişəm. Tak. Oldu mu? Bir də məhkəmə qərarı ola bilər. Məhkəmə məsələn order çıxarda bilər ki, gedin Rəhman müəllimin evini axtarın. Məhkəmə axtarış gələcək, həmin o hüquq mühafizə orqanı qərar göstərəcək ki, məhkəmənin qərarı var. Biz girib bu ev axtarmaq üçün qarşı qoya bilmərəm. Nikah hüququ asandır. Hər kəs qanunda olan yaşa çatdıqdan sonra nikah hüququ var. Bu ailə məcəlləsindən müəyyənləşir qanun o deməkdir. Nikah könüllü razılıqla olur, zorla evləndirmə falan bunlara başa düşərsiniz. Yəqin üstündən keçirik. Nikah və ailə dövlət himayəsindədir. Atalıq, analıq, uşaqlıq qanunla qorunur. Yəni atanın hüquqları var, uşağın hüquqları var, ananın hüquqları var. Hamısı qanunla müəyyən olunmuş məsələlərdir. Dövlət çoxuşaqlı ailəyə yardım eləyir. İmtahanda bununla bağlı adətən sual düşür ki, dövlət az təminatlı ailəyə yardım edir. Bu belə bir şey yoxdur Konstitusiyada. Çoxuşaqlı ailəyə yardım eləyir və bunu adətən sosial təminatla qarışdırırlar. Bu bənd, bu ifadə dövlət çoxuşaqlı ailəyə yardım edir. Bunu sosial təminat hüququndan qarışdırmayın. Çünki çox istifadə edirlər ki, Dövlət İmtahan Mərkəzi bunun hamının qarışdırdığını bilir. Ər-arvad hüquqları bərabərdir. Bayaq dedik, kişi və qadında eyni hüquqdur, ər-arvadda bərabər hüquqlardır. Uşaqlara qayğı göstərmək və onları tərbiyə eləmək valideynin həm hüququ, həm də borcudur. Əslində bu ifadənin mənası nədir? 17-ci maddədə deyirdi ki, bəs uşağın qayğısına qalmaq, tərbiyə eləmək borcdur. Burada deyir ki, qayğı göstərmək, tərbiyə eləmək həm hüquq, həm də borcdur. Təbii ki, hüquq olaraq borcdur. Uşağı böyüdüb boya başa çatdırmaqda borc nədir, hüquq nədir? Deyə müxtəlif ailələr təsəvvür edeyim. Məsəl üçün, dini ailələr var, dini dəyərlərə üstünlük verən. Və ya deyək ki, ateist ailələr var. Düzdürmü? Bunların hamısının deyə ailədə uşaqlar böyüyür. Məsələ burasındadır ki, onların hamısının borcudur ki, oldu, həmin o uşaqları böyüdüb boya başa çatdırsınlar. Məcburdurlar o uşaqları böyütmək. Amma hansı necə tərbiyə verəcəksə, öz ailə dəyərlərinə uyğun təbii onların öz hüquqları, öz bildikləri ailə dəyərlərinə uyğun şəkildə. Ona görə deyir ki, uşaqların qayğı göstərmək və tərbiyə eləmək həm hüquq, həm də borcdur. Aydın oldu. Amma 17-ci maddədə sırf uşağın qarşısına qalmaq və tərbiyə eləmək deyil borcdur. Başa düşdük, niyə belə ifadə? Dövlət İmtahan Mərkəzi bundan istifadə eləyə bilərmi? Eləyə bilər. Ona görə yadda saxlayın. Qayğı göstərmək olanda həm hüquq, həm də borcdur. Amma sırf qarşısına qalmaq və tərbiyə eləmək borcdur. Maddə 17-də. Bunu qarışdırmayaq. Valideynlərə hörmət eləmək isə uşaqların borcudur və təbii onların qarşısına qalmaq. Hansı uşaqlar hansı valideyni saxlamalıdır? 18-i tamam eləmiş bir əmək qabiliyyətli uşaq, söhbət əmək qabiliyyətli uşaqdan gedir. Əmək qabiliyyəti olmayan valideynini saxlamağa borcludur. Burada əmək qabiliyyəti məsələsinə diqqətli olaq. Birdən deyək ki, 18 tamam eləmiş uşaqlar valideyni saxlamağa borcludur. Elə deyil. 18 tamam eləmiş əmək qabiliyyətli uşaq, valideyn isə əmək qabiliyyətini itirmiş valideyn. Bunu saxlamağa borcludur. Əmək hüququ əmək fərdi və ictimai rifahın əsasıdır. Bəli, yəni yaxşı dolanışıq belə deyək, əməklə olur. Hər kəs əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə peşə, məşğuliyyət və iş yeri seçə bilər. Kimisə zorla işlətmək olmaz. Bir mənalı şəkildə, heç bir halda zorla işlətmək olmaz. Bu mümkün də deyil onsuz da. Əmək müqaviləsi sərbəst bağlanılır. Kimsə müqavilə bağlamağa məcbur oluna bilməz. Bəzən sual verirlər ki, bəs dövlət fonda girəndə bizə deyirlər axı müqavilə bağlamalısınız. Mən işə girirəm, mənə göstərirlər ki, bax müqavilə bağlayayım. Mən də əmək məcəlləsi nədir bu? Konsolunu göstərirəm ki, bəs mənə məcbur eləməzsiniz. Məcbur eləməzsiniz çox yaxşı, yaxşı yox. Biz sizi bura zorla gətirməmişik. Aydın oldu. Yəni məcbur gətirib mənə oturub demirlər ki, buranı imzala, indən sonra burada belə işləyəsən. Məcbur mümkün deyil. Zorla eləyə bilməz.
Üç vəziyyətdə uşaqlar məcburi işlətmə var. Məcburi əmək var. Birinci bunlara baxaq hansı hallardır, sonra incələyərik. Məhkəmə qərarıyla şərtləri və müddətləri qanunla, yəni Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi o qanunlardır. Məcburi əməyə cəlb eləmək. Bu məcburi əməkdən danışanda, misal üçün, Cinayət Məcəlləsində 480 sadə qədər ictimai işlər var. Gedib avtobusda dava salaram, narahatçılıq yaradaram, iş məhkəməyə gedər, məhkəmə mənə iş kəsər. Gün ərzində 4 saat, nə bilim, cüsə süpürürsün, ictimai işlərlə cəlb olunsun, cəza olaraq. İkinci, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrini yerinə yetirmək. Bəli, orada, nə bilim, nəsə qazırsan, nəsə işləyirsən, bu artıq məcbur əmək deyil. Və üçüncü, fövqəladə və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri yerinə yetirmək. Burada deməli uşaqlar məcburi əmək burada var. Türkiyədə zəlzələ oldu. Orada nə qədər bina uçdu da belə deyək. Tutaq ki, Türkiyənin fövqəladə xilasedicilərin sayı faktiki olaraq çatmasa, artıq dövlət səviyyəsində tələbələri, müəllimləri, müəyyən işçiləri cəlb eləmək olar ki, gəlin burada məcbur kömək eləməlisiniz. Yoxsa bu vəziyyətlərdən başqa məcburi əmək yoxdur. Yadda saxlayın, Dövlət İmtahan Mərkəzi sual qoyar və sualda deyər ki, bu vəziyyətlərdən başqa zorla işlətmək olmaz. Yəni birdən elə qəbul olunur ki, bu vəziyyətlərdə zorla işlətmək olar, mümkün deyil. Zorla işlətmək ümumiyyətlə mümkün deyil. Aydındır məsələ? Burada məcbur əməkdən söhbət gedir. İstəməyəcəksən, onun daha başqa hüquqi nəticələri olacaq. Zorla sənin əlinə gətirib süpürgəni belə bağlayıb, nətərsi sana işlət. Zorla işlətmək olmaz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləməyə təbii ki, hüququ olacaq, ayrıseçkilik qoyulmadan və öz işlədiyi iş nədirsə, həmin işə görə dövlətin qoyduğu minimumdan az olmayan haqq almağa hüququ çatacaq. İşsizlər dövlətdən sosial müavinət ala bilərlər uşaqlar. Sosial ümumiyyətlə sosial hüquqları var onların. Bu hüquq əlavə sosial təminata da deyəcək birazdan. Və dövlət işsizliyin aradan qaldırması üçün bütün mümkün variantlardan, imkanlardan istifadə eləyir. Tətil hüququ nədir uşaqlar? Tətil hüququnu birinci tətil deyəndə nədənsə hamı istirahət başa düşür. Tətil hüququ etiraz kimi qəbul olunmalıdır. Görürsünüz bu adamları. Haranın işçiləri bilmirəm. Dəmir yolu işçilərinə oxşur böyük ehtimal. Bu adamlar haqları görünür tapdalandığı üçün istirahətlərini mi verməyiblər bunların, maaşlarını mı verməyiblər, bunlar tətil edir. Tətil o demək ki, çıxıblar etiraz aksiyası kimi ki, biz işləmək istəmirik. Bizim belə olan vəziyyətdə bu adamlar tətil hüququna istifadə edir deyə işə götürən bunları çıxarda bilməz. Əgər bunlar haqlıdırlarsa, məcbur. Bunu işdən çıxartsalar da belə məhkəmə bunları bərpa edir. İşə götürən bunların haqqını pozduğu üçün bunlarla danışığa getməlidir. İşə götürən burada məsuliyyət daşıyır. Aydın oldu? Bax, belə tətil hüququ var hər kəsin. Tək başına da eləyə bilər, başqalarından bir yerdə. Göstərdiyimiz nümunədə başqalarının bir yerdə idi. Əmək müqaviləsində işləyənlərin tətil etmə hüquqlarına yalnız qanunla qadağalar qoyula bilər. Qanunla, müxtəlif qanunlarda müxtəlif kateqoriya insanlara qadağa qoyulur. Misal üçün, siz inşallah dövlət qulluqçusu olacaqsınız. Sizə artıq dövlət qulluğu haqqında qanun belə bir tətil etməni qadağan eləyir. Dövlət qulluqçuları belə tətil edə bilmir. Məsələn, polis işçilər də eləyə bilmir və s. və s. var qadağan olunanlar. Bəs konstitusiya kimə qadağa qoyur? Axırıncı deməli, ikinci bəndin axırıncısına baxırıq. Silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçu və mülki şəxslər. Silahlı qüvvədə xidmət edən bir çox kateqoriya adam var. Məsələn, polisdə silahlı qüvvə gedir, YTX-da silahlı qüvvə gedir. Amma məhz orada olan hərbiçidən danışır. Hərbiçi və oradakı mülklər, hərbidə olan aşpazlar və s. Bu adamlara konstitusiya səviyyəsində qadağa qoyulur. Yəni bu adamların, bu hərbi qulluqçuların tətil edə bilmələri üçün referendum olub konstitusiya dəyişməlidir. Yoxsa bunlar tətil heç bir halda edə bilmirlər. Fərdi və kollektiv mübahisələr təbii qanunda yazılmış qaydalarla öz həllini tapmalıdır ki, qanun nə deyir, o olmalıdır. Və qanunda müəyyən olmuş bəzi halları kənara qoymaqla lockout qadağandır. Lockout ümumiyyətlə qanuni lockout nə deməkdir? Şirkət məhkəmə tərəfindən ləğv olunur. Lockout ümumiyyətlə işçilərə bəli, kütləvi şəkildə işsiz qoymaqdır. Müəssisəni bağlamaq və işçiləri işsiz qoymaq. Bu ancaq qanunla ola bilər. İşə götürən öz kefinlə mən filan filialı bağlayıram. Onun işçiləri də deyin sabahdan gəlməsin. Belə şey eləmək olmaz. Məsuliyyət daşıyalına görə.
Əgər şirkətlə müflis olursa, məhkəmə qadasına ləğv olunursa, məcburi lokautlar olur. Amma belə normalda olmaz. İstirahət hüququ asandır. Burada nə diqqət edirsiniz? 8 saatdır, bu hamı bilir. İstirahət və bayram günləri, məsələn, sabahdan bayram günləridir və il ərzində minimum 21 təqvim, yəni kalendar günü istirahət hüququna malikdir. Yəni, heç kimə 21-dən az məzuniyyət vermək olmaz. Sosial təminat, hər kəs sosial təminat hüququna malikdir. Yardıma möhtac onlara ilk növbədə kim yardım eləməlidir? Təbii ki, ailə üzvləri yardım eləməlidir. Dövlət 6 halda yardım eləməyə məcburdur. 6 net hal var, bir də qanunla daha başqa hallar deyiləcək. Konstitusiyanın müəyyən etdiyi 6 hala diqqətli olaq. 3 dənə sosial səbəb göstərir, 3 dənə tibbi səbəb. Tibbi səbəblərə baxaq, sarı ilə işarələr burada, xəstəlik, əlillik və əmək qabiliyyətini itirmək. Sosial səbəblərə baxın, yaş həddinə çatmaq, ailə başçısını itirmək və işsizlik. Bu 6 səbəbi bilin və yadda saxlayın ki, yalnız bu hallar deyil, qanunla daha başqa hallar da var ki, bəs bu adamlara sosial təminat verilsin. Təqaüdlər və müavinətlər neçə manat olacaq falan, bunlar hamısı qanunla müəyyənləşir. Konstitusiya hər il qiymətlər, məsələn, bu il 320 manatdır deyək, gələn il dəyişə bilər. Konstitusiya bunu deyil, qanunla müəyyənləşir. Axırıncı bəndə saatda dövlət xeyriyyəçiliyə imkan yaradır, sosial təminatın başqa növlərinə də imkan yaradır. Sağlam mühitdə yaşamaq. Hər kəsin sağlam mühitdə yaşamaq hüququ var. Bizim ixtiyarımız var ki, ətraf mühit təmiz olsun. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquq pozuntu ilə bağlı onun sağlamlığını ya da əmlakında əməkçilərini tələb etmək. Gədəbəyin Söğütlü kəndində siyanid həddindən artıq çox atılırdı ətrafa. Düzdürmü? Həmin adamların hüququ var idi ki, onlar düzgün məlumat alsın ki, bəs bunun sağlamlığa nə qədər ziyanı var? Biz burada yaşayaq, yoxsa çıxaq gedəkmi buralardan? Onlara doğru məlumat verməmişdi həmin şirkət. Amma hər kəsin hüququ var ki, doğru məlumat alsın. Və ya ətraf mühitin çirklənməsinə görə onun sağlamlığına, ya əmlakına, düzdürmü? Zərər dəyirsə, bu adamın onu tələb eləmək, almaq hüququ var. Heç kim ətraf mühitə zərər vura bilməz desək, səhv deyərik. Biz məişət tullantısı atırıq, düzdürmü? Kimyəvi qarışım, adi aparıq maşınımızı yuyanda orada kimyəvi qarışım atılır ətraf mühitə, düzdürmü? Ona görə deyir, qanunla müəyyən olmuş onun norması var. Adi evdə qab yuyurlar da, oldu mu? Ya nə bilim, onlar hamısı kimyəvi qarışımlardır. Onlar hamısı ətraf mühitə atırıq biz. Kanalizasiyada falan belə norması var. Normadan artıq olmaz. Oldu, qanunla müəyyən olmuş norma qədər ondan artığını çirkləndirə bilmərik. Dövlət yenə burada hər şey öz boynuna götürür. Ekoloji tarazlıq saxlanmasına qaranti verir. Yabanı bitkilərin və vəhşi heyvanların təbii ki, hamısının yox, amma qanunla olan növlər. Məsələn, mən bayaq nümunə göstərdim. Yaşılbaş ördəyi ovlayanlar, dövlət o yaşılbaş ördəyi qoruyursa artıq heç kim onu qanunla. O qırmızı kitab dediyimiz qanunla təsdiq olunmuş kitabdır da, belə deyək. Onun içində adı çəkənləri ovlamaq, qırmaq, kəsmək olmaz. Mədəniyyət hüququ asandır. Hər kəs mədəni həyatda iştirak edir, mədəni təsisatlardan istifadə edir. Yadda saxlayın inşallah. Mədəniyyət bunu deyə bilərəm ki, mədəni sərvət əslində beynəlxalq konvensiyaya görə tək bizim yox hamınındır. Oldu mu? Məsələn, tutaq ki, Azərbaycanda Qobustan var. Məsələn, İtaliyada hansısa, nə bilim, bir abidə var. İtaliya desin ki, o abidə bizimdir, biz məhv edirik. Xeyr, BMT deyir ki, o bütün bəşəriyyətindir. Oldu mu? Tarixən olan bütün sən dövlət olaraq sənin ərazindəsə də sən bunu qorumalısan. Aydın oldu. Məsələn, biz müharibə ilə gördünüzmü? Bütün BMT üstümüzə düşmüşdü ki, ermənilərin abidələrini dağıtmışsınız ki, onların xeyr dedik, dağıtmırıq. Çünki mədəniyyət nümunəsi bəşəriyyət üçün bəxş olunmuş bir şeydir. Hər kəs təbii ki, istifadə edə bilərsə, dalından deyir ki, tarixi mədəni mənəvi isə hörmətlə yanaşmalıdır, qayğı göstərməlidir, tarixi mədəni abidələrini qorumalıdır. Mədəniyyət nümunələri çox önəmli bir şeydir. Mədəniyyət nümunəsi bir millətin var olduğunun ən konkret sübutudur. Sağlamlığın qorunması. Hər kəs sağlamlığını qoruya bilər. Bu maddələr asandır və axıcı maddələrdir. Dövlət bunun üçün 3 dənə iş görür. Müxtəlif mülkiyyət növlərində olan səhiyyə üçün şərait yaradır. Dövlət xəstəxanası, özəl xəstəxana fərqi yoxdur. Sanitar epidemiologiya salamatlığına qarantiya verir. Biz uşaqlarımızı məktəbə aparırıqsa, dövlət qarantiya verir ki, narahat olma. Biz öncədən o məktəblərin şəraitini yoxlayırıq və tibbi sığorta müxtəlif növlərində də imkan yaradır. İnsanların həyat və sağlamlığıyla bağlı təhlükə törədən halları gizlədən vəzifəli şəxslər qanunla məsuliyyətə cəlb olunur. Bu hansı vəzifəli şəxslər? Nümunə olaraq, məsəl üçün, biz hər hansı birimiz getdik, marketə girdik, baxdıq ki, uşaq yeməyi satılır və vaxtı keçib.
Biz onu qaytarıb qoyuruq yerinə və çox sülh adamıyıq deyə orada problem yaratmırıq və s. Çıxıb gedirik ki, biz burada bura gəlməliyik. Amma onu bizim əvəzimizə onu görən qida təhlükəsizliyi əməkdaşı ona göz yumsa, gizlətsə, onun artıq məsuliyyəti var. Aydın oldu? Təhsil hüququ, Konstitusiyada bəzi maddələr var ki, uşaqlar, bunu da izah edin bilək. 5 dənə maddədir, bunu əzbərə biləcək. Maddə 42-dir, növbəti maddə 54, 55, 56 və 57. Cəmi 5 hüquq var ki, burada hər kəsin yox, vətəndaşın deyirik. Və deyir ki, hər bir vətəndaşın təhsil hüququ var. O dəqiqə sual verirlər ki, bəs əcnəbi bizim ölkədə oxuya bilmirmi? Oxuya bilər. Həmin dövlətlə bizim aramızda olan münasibətlərdən asılıdır. Aramızda bağlanan müqavilələrdən asılıdır. Və hər bir dövlətin öz daxili siyasətindən asılıdır. Amma beynəlxalq insan hüququ kimi bunu qəbul etmək olmaz. Ümumiyyətlə, hər kəsə aid olan hüquq belə bir hüquqdur ki, həmin o hər kəs dediyimiz hər hansı bir insan oğlu dünyanın istənilən ölkəsinə gedib həmin dövlətdən o hüququnu tələb edə bilər. Amma təhsil hüququna gəlincə, bizim Azərbaycan vətəndaşları gedib Stanford Universitetində həmin dövlətdən tələb edə bilərmi ki, mənə burada təhsil ver? Biz gedib İngiltərədə bizə və bizim övladlarımıza təhsil ver deyə bilərikmi? Xeyr. Hüquq elə bir şeydir ki, onu bir tərəf tələb edirsə, qarşı tərəf əməl eləməlidir. Əgər qarşı tərəf onu təmin eləməlidirsə, bu hüquqa çevrilir. Qarşı tərəf onu təmin eləmirsə, eləməli deyilsə, bu hüquq deyil zaten. Məsələn, bir uşağın valideyninə olan hüquqlarına baxaq. Uşaq valideynindən yemək tələb eləmək hüququ var. Düzdürmü? Onun təhsilə aparıb qoymağı tələb eləmək hüququ var. Məsələn, uşaq valideynindən mənə axırıncı model, məsəl üçün, Range Rover Sport tələb eləmək hüququ artıq valideyn ona borclu deyil. Əgər sən ona borclu deyilsənsə, bu qarşı tərəfin hüququ deyil. Ona görə də hər bir vətəndaş təhsili öz dövlətindən tələb eləmək hüququna malikdir. Təbii ki, Azərbaycan vətəndaşları da öz dövlətindən özünə və uşaqlarına təhsil tələb edə bilər. Və deyir ki, dövlət də pulsuz icbari orta təhsil almaq hüququnu təmin edir. 9-a qədər məcburdur, bəli, icbari məcbur oxumalısan. Təhsilə dövlət nəzarət eləyəcək. Maddi vəziyyətin asılı olmayaraq, əgər şəxs, oldu mu? Burada vətəndaşdan söhbət getmir. Şəxs istedadlıdırsa, dövlət onu oxutmasına, çünki bu adam istedadlıdır, dövlət bunu oxutmalıdır ki, bu gələcəkdə bəlkə bəşəriyyəti xilas eləyər. Və axırında da deyir ki, uşaqlar, dövlət minimum təhsil standartlarına qarantiya verir. Təhsil standartları, 13 konkret təhsil standartı var bizdə. Məsələn, başa düşəcəyiniz formada deyim, mən rahatını deyim. Məsələn, uşaqlarımız məktəbə gedirsə, onun orada məzmun standartı deyilən bir dərs vardır. Məsələn, 9-u bitirən uşaq nələri bilməlidir, o hansı standartlara cavab verməlidir, düzdür? Məsəl üçün, bir özəl təhsil müəssisəsi təsəvvür edin. Orada gətirib deyirlər ki, Rəhman müəllim, uşağı gətirib bu bizim məktəbə, uşaq adını bir dənə yaza bilsin, mən ona atistat verəcəm. Artıq bu dövlətin qoyduğu standartdan aşağı standart, onu eləyə bilməz. Dövlət onsuz da gələcək summativlə hər məktəbi, özəli də, dövləti də yoxlayacaq. Aydın oldu, dövlət minimum təhsil standartlarını özü müəyyən edir və ondan aşağısı olmaz. Az qaldı, yekunlaşırıq. Mənzil hüququ, Konstitusiyada mənzilə bağlı 3-cü hüququmuz budur. Heç kimi yaşadığı mənzilindən qanunsuz məhrum eləmək olmaz. Biri var, mənzilinə qəsd eləmək olmaz. Təhlükəsiz yaşama pozular burada. Qanunsuz mənzilə daxil olmaq, mənzil toxunulmazlığı pozular burada. Mənzilindən qanunsuz məhrum eləmək, mənzil hüququ pozular. Dövlət əksinə rəvac verir. Yaşayış binasının və evlərin tikintisinə rəvac verir və bunun gerçəkləşməsi üçün xüsusi tədbir görür. Bununla bağlı qısa qeydlər eləyəcək 44-dən bu yana və əvvəlki bir iki maddədə. Elə hallar var ki, uşaqlar, qanunla istisnası yoxdur bunun. Konstitusiyada nətər deyilirsə elə hər. Məsəl üçün, hər kəs milli məhsuliyyətini qoruyub saxlaya bilər və heç kəs milli məhsuliyyətini dəyişdirməyə məcbur eləyə bilməz. Burada qanunla istisna yoxdur. Məsəl üçün, biz ermənilərə işğaldan azad edilmiş yerdə yaşayan ermənilərə vətəndaşlıq verdik, düzdürmü? Bax, gördünüzmü? Biz onlara heç bir şərt qoymadıq ki, milliyyətlərindən imtina eləsinlər. Milliyyətini saxla, ermənisən, lap yaxşı. Yaşamaq mı istəyirsən burada? Vətəndaşlığımızı qəbul elə və yaşa. Və biz onu məcbur eləmədik. Ümumiyyətlə, heç kim milli məhsuliyyətini dəyişdirməyə məcbur eləmək olmaz. Ana dilindən istifadə, bu da hər kəs ana dilindən istifadə edə bilər. İstədiyi dildə tərbiyə alır, təhsil alır, yaradıcılıqla məşğul olur, şeir yazar, nə bilim, nə edir bəs. Kimisə ana dilindən istifadə hüququndan məhrum eləmək olmaz. Şərəf və ləyaqət də bu qabildən olan bir şeydir. Biz bayaq da dedik, uşaqlar burada da diqqətli olaq, hər kəs öz şərəf və ləyaqətini müdafiə etmə hüququna malikdir.
Arxasından isə deyir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Bayaq da dedim, ləyaqət, şərəf və ləyaqət dövlət tərəfindən qorunur demək düz deyil. Çünki şərəf biraz çox fərqli bir şeydir. Amma ləyaqət ümumi bilinən bir şeydir. O burada yazır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaltmasına səbəb ola bilməz. Heç kəsə işgəncə və əzab vermək olmaz, qeyri-insani hərəkətlərə, rəftara məruz qala bilməz və onun özünün könüllü razılığı yoxdursa, üzərində tibbi, elmi və başqa cür təcrübələr aparmaq olmaz. İstəyirsiniz azadlıqları da deyək, sonra dayanaq. Sizin üçün ağır deyil. Konstitusiyada hüquqlarla bağlı bizim 5 azadlıq var. Birinci mərhələdə, test mərhələsində sizdən heç vaxt soruşulmayacaq azadlıqla hüququn fərqi nədir? Bu artıq ikinci mərhələdə soruşulan bir şeydir. Qısa deyə bilərəm. Hüquq azadlığın bir çox fərqi var. Hüquq anadan gəlmə ola bilir. Oldu mu? Hüquqlar hətta dünyaya gəlməmiş insanda ana vətndə olan bir vərəsəlik hüququ mövcud ola bilir ki, doğulmalıdır ki, mümkün olsun. Azadlıqlarda əsla belə bir şeylər yoxdur. Hüquq bəzən sən istəmədən sənin hüququn var, amma azadlıq mütləq şəkildə sənin azad seçimindən olan bir şeydir. Hüquqlarda icbarilik ola bilir. Məsələn, təhsil hüququ məcbur ola bilir, amma azadlıq mümkün deyil. Hüquqlarla bağlı dövlətin statistikası olur. Məsələn, bu dəqiqə ən təbii hüququmuz yaşamaq hüququdur. Dövlət onu dəqiq bilir. Neçə nəfər Azərbaycanda yaşayan vətəndaş var və amma azadlıq elə bir şeydir ki, o bilinmir. Məsələn, fikir söz azadlığı. Mən nə düşünürəm, onu dövlətə deməyə də bilərəm. Düzdürmü? Azadlıq daha sərbəst anlayışlı, yadda saxlayın. Hər kəsin fikir söz azadlığı var. Heç kəs fikir əqidəsini açıqlamağa, nə istəyirsən, nə xoşlayırsan, onu deməyə məcbur deyilsən, ya da ondan dönməyə də onu məcbur eləməyə olmaz. Axırda belə bir şərt qoyur ki, azadlığını aşacaqsansa deyir, olmaz. İrqi, milli, dini, sosial, oldu mu? Və hər hansı digər meyarlara əsaslanan düşmənçili və ədəbət oyanan təbliğata yol verilmir. Məsələn, sən tutaq ki, iPhone xoşlayırsan, Samsung xoşlamırsan. Düzdür? Öz fikrindir. Kimsə səni məcbur eləməz bunu. Amma bir də qayıtsan təbliğ elə ki, gəlin Samsung xoşlayanlara ölüm, Samsung xoşlayanlar nə bilim belədir. Belə təbliğatlar artıq olmaz. Vicdan azadlığı, söhbət din azadlığından gedir. Hər kəs dinə münasibətini müstəqil müəyyənləşdirər, hər hansı dinə tək başına digərlərindən biri də sitayiş eləyər, etiqad eləyər, daha doğrusu burada elə yazır və heç bir dinə etiqad eləməyə bilər. Dinlə bağlı fikrini, əqidəsini ifadə eləyə bilər və onu yaya bilər. Bu da misal üçün görürsünüz şeydə TikTokda var da, biri dindən danışır, biri ateizmdən, özü bilər. Dini mərasimlərin yerinə yetirməsi ictimai qaydanı və ictimai əxlaqı pozmursa sərbəstdir. Baxın, biz buna bənzər bir ifadə 18-ci maddədə dövlətdə hansı dinlər olmaz, insan ləyaqətinə alçalda insan din. Burada isə ictimai qayda və ictimai əxlaqa zidd olan mərasimlərdən danışır. Məsələn, namaz qılmaq normalda normal belə deyim də, müsəlman üçün yaxşı qəbul olunan bir şeydir. Amma məsəl üçün, namaz qılmaq bəzən ola bilər ki, ictimai qaydanı pozar. Məsələn, mən gedim, piyada keçid zolağı var da, yol. Orada namaz qılım, ictimai qaydanı pozuram. Düzdür, amma hansısa parkda kiməsə mane olmadan, hansı ağacın yanında namaz qılaram, heç kimə mənim ziyanım yoxdur. Ona görə deyir ki, ictimai qayda və ictimai əxlaqa ziddirsə deyir, zidd deyilsə daha doğrusu sərbəstdir. Sərbəstdir o deməkdir ki, yəni qadağa məsələsi deyil. Sərbəst deyil. Yəni gedib evində eləyə bilərsən. Oldu, ulu orta olmaz. Heç kəs, uşaqlar, bir də bir məsələ var, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Sənin dininə görə oğrunu cəzalandırmaq olar. Amma sən bunu dövlətdən gizli eləmisənsə filan, artıq buna görə sənin özün məsuliyyətin var. Bu sənə bəraət verməyəcək. Sonra nə deyir? Sonra deyir ki, kimsə dini etiqasını, əqidəsini ifadə etməyə, onu yerinə yetirməyə və dini mərasimləri iştirak etməyə məcbur eləmək olmaz. Kiməsə baş bağlatdırmaq, oruç tutturmaq zorla məcbur bunu eləmək olmaz. Sərbəst toplaşmaq bu da azaddır. Qabaqcadan xəbərdarlıq eləməlisən. Xəbərdarlıq ona görə eləyirsən ki, dövlətin xəbəri olsun. O səni bir qoruya bilsin də. Ora məsəl üçün birdən-birə 500 min adam yığılacaq. Erməni də bir raket buraxacaq. Dövlət bunu bilməlidir. İctimai qayda və ictimai əxlaqı pozmayacaqsansa, silahsız, dinc məqsəddəsə olar. Bir yığıncaq, miting, ket, təşkil edə bilərsən. Məlumat azadlığı hər kəs istədiyi məlumatı, amma qanuni şəkildə
əldə edər, ötürər, hazırlayar və yayar. Əldə eləmək, yəni elə bil ki, hansısa bir evə girmirsən, birinci nə edirsən məlumatı axtarırsan, sonra onu əldə edirsən, sonra onu kiməsə ötürürsən çölə, o da gedir, hazırlayır və yayır. Kütləvi informasiya azadlıqdır. Dövlət senzurası burada qadağandır uşaqlar, mətbuatda və kütləvi informasiyada. Dövlət senzurası nə deməkdir? Dövlətin o vaxtı belə bir senzura komissiyası var idi. Belə bir şeir var idi. Ötən günlərimə qaytarardılar, gələn günləri qurban verərdim. Əslində sübut olundu ki, burada siyasi motivlər var. Ötən günlərimə qaytar, müstəqillik günlərim, gələcək SSR vaxtını, gələcək günləri qurban verərdim. Məsələn, dövlət senzurasından keçməmişdi. Senzura yəni filtrdə bəyənirlərsə, bəyənmirlərsə ilişir, qalır, olmaz. Bizdə bu dəqiqə mətbuatda və kütləvi informasiyada dövlət gəlib onları senzura eləmir. Özləri öz daxillərində senzur eləsinlər öz e, redaksiyalarını. Amma dövlət onları senzura eləmir. Və senzura yoxdur deyə hər kəs ağzına gələn yaza bilərmi? Xeyr, arxasına yazır ki, hər kəsin kütləvi informasiyada dərc olunan, o hüququnu pozan, mənafeyinə xələl gətirən məlumatları təksib eləməyinə, cavab vermə hüququna dövlət qarantiya verir. Hansısa bir redaksiya, jurnal mənim haqqımda yanlış məlumatlar yazır, qara PR yayır. Deməli, həmin o redaksiyanın borcudur ki, mənim verəcəyim cavabı da orada yerləşdirsin. Oldu mu? Və əgər doğru deyilsə, sübut yoxsa, rəsmi olaraq orada həmin jurnalda, növbəti çapında, dərhal növbəti çapında məndən üzr istəməlidir və məlumatı təksib eləməlidir. Onları kim məcbur eləyəcək? Dövlət. Mən şikayətimi heç onlara verməyəcəm. Dövlətə şikayət edəcəm, dövlət onları məcbur eləyər. Başa düşdük? Burada onu demək istəyir. Və nəhayət axırıncı burada dayanacaq. Yaradıcılıq da azaddır. Hər kəs ədəbi, bədii və elmi, texniki və digər növlərin həyata keçirilməsini azad şəkildə həyata keçirilməsinə təminat verəcək. Dövlət buna qarantiya verir. İmtahanda sual var bununla bağlı, bazada var. Dövlət ədəb, bədii, elmi, texniki və başqa növlərini uşaqlar deyir, qanunla olan həyata keçirilməsinə xeyr, azad şəkildə götürmək lazımdır. Oldu? Azadlıqdır bu. Hələ ki bu qədər.